Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə bütün yeməklərin yanına yaraşacaq olduqca ləzzətli pomidor mezəsinin hazırlama qaydasını paylaşacağım. Başlayaq hazırlamağa. Əvvəlcə pomidorları yaxşıca yuyuram və soba listinin içərisinə qoyub 200 dərəcəlik sobada bişirirəm. Pomidor məzəsini hazırlamaq üçün 1 ədəd soğan, eləcə də biberdən istifadə edirəm. Pomidorlar soyduqdan sonra qabığını soyub xırda doğrayıram. Pomidorlar şiş olduğu üçün mən 8 ədəd pomidordan istifadə etdim. Böyük pomidor olarsa 4 ədəd pomidor kifayət edər. Doğradığım pomidorları qabın içərisinə tökürəm. Digər pomidorları da bu qayda ilə qabığını soyub doğrayıram. Bir ədəd yaşıl biberdən istifadə etdim. Biberi təmizləyirəm. Əvvəlcədən yumuşam və biberi də xırda-xırda doğrayıram. Bu salata hazırlayıb quru ət yeməklərinin yanında kababla süfrəyə təqdim edə bilərsiniz. Biberi də pomidorun üzərinə əlavə edirəm. Daha sonra isə soğanı doğrayıram. Soğanı tən yarı böldüm. Mən soğanın yarısını doğradım. Siz istəsəz bütöv də doğraya bilərsiniz. Sonda isə kişniş və reyhanı xırda doğrayıram. Hazır olan ərzaqların üzərinə 2 yemək qaşığı duru yağ, qarğıdalı yağı istifadə etdim. Zövqə görə duz, eləcə də 2 çay qaşığı nar şərab tökürəm. Mən evdə hazırlanmış nar şərabdan istifadə etdim. Mağazada satılan nar şərablardan 3 yemək qaşığı əlavə edə bilərsiniz. Bütün ərzaqları yaxşıca qarışdırıram. Zövqə görə içərisinə 1 diş sarımsaq da əlavə etmək olar. Beləcə qarışdırdıqdan sonra salatı soyuducuda 1-2 saat gözlədirəm. Daha sonra isə çıxarıb ləzzətlə yeyə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim salatımı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.